Son zamanlar sosial şəbəkələrdə Albert Agaronov məsələsi gündəmdən düşmək bilmir. Son vaxtlar Azərbaycanın milli qəhrəmanı Albert Agaronov haqqında mənfi fikirlər söyləyənlərin sayı artmaqdadır. Niyə? Toxunulmazların üzərinə gedənlər bilərəkdən ya da cahillikdən özlərini 442-ci tankın ekipajına çevirir. Bu məsələ məxsusən Azərbaycandan qaçıb İsrailə gedən azərbaycanlı yəhudilər arasında gündəm olub. Xalqın haqlı etiraz səsləri sosial şəbəkələrdə trollar və yəhudilərə aldanan şəxslər tərəfindən təhqirə məruz qoyulur. Söhbət bundan gedir ki, niyə Albert kimi başqa şəhidlərə də bu ölkədə dəyər verilmir? Albert Azərbaycan vətəndaşı ola-ola İsrailə bir mənfi söz deyilən kimi niyə Albert Agaronovu gözümüzə soxurlar? Niyə Albertin qəbrinin üstündə İsrail bayrağı olmalıdır və s. Nəzərinizə çatdıraq ki, Albert Agaronov Azərbaycanda Heydər Əliyevdən sonra ikinci şəxsdir ki, onun adına bu qədər heykəllər, müsabiqələr, məktəb və küçələrə ad vermələr, tədbirlər, idman yarışları təşkil edilir. Məmməd Əmin Rəsulzadə tərəfdarlarına səslənirəm. Heç sizin liderinizin adına bu qədər tədbir keçirilmir. Heç hətta bu Albert qədər heykəli belə yoxdur. İndi hər 2 saatdan bir şirk deyən vəhabilər də qulaq assın. Daha dərinə gedirik. Azərbaycanda Albert Agaronov adına İsrail bir büt hazır etdi. Toxunulmaz, haqqında mənfi müzakirə edilə bilməz bir büt. İsrail hər hansı təşkilata və ölkəyə qarşı 20-30 il qabaqdan plan tökür. Onlar Albert adlı bir büt yaradıblar ki, gələcəkdə İsrail milyon dənə uşaq öldürsə belə Azərbaycan xalqı bir söz deyə bilməsin. Tez bir şəkildə Alberti qabağa versin və desin: "Aya, bizim yəhudi şəhidimiz var, Bir də çıxıb demir ki, aya Albertin İsrailə nə dəxli var?" Mənim nəzərimə əsasən heç Albert şəhid də olmayıb. O hazırda elə İsraildə ailəsi ilə birlikdə yaşayıb kef edir. Çünki Birinci Qarabağ müharibəsində Albert Agaronov immiqrasiya idarəsinə müraciət edir ki, vətəndaşı olduğum Azərbaycan adlı ölkədə müharibədir və mən yəhudi olduğum üçün bu ölkədən məni çıxarmalısınız. Bu sözləri mən yox, İsrail hökumətinin ən nüfuzlu biznes və iqtisadiyyat qəzeti olan Globesin rəsmi saytı deyir. Globes nəşri daha sonra yazır ki, 12 nəfərlik bu ailə Ukraynaya yollanır ki, oradan İsrailə getsinlər. Bu mərhələdə Albert 2 dəfə gedir və qayıdır. Görəsən niyə? Bu səbəb həmin çəkiliş idi. O sadəcə çəkiliş üçün getmişdi. Nəysə, çox uzatmayaq. Bizi qəbul edənlər də az deyil. Amma zamanla hər şey daha aydın olacaq. Bizlər indi Azərbaycanda Albert Agaronov adlı İsrail və Əliyev rejimi tərəfindən yaradılan bir mifə, daha doğrusu bir bütə toxunduq. Onu İbrahimin bütləri sındırdığı kimi sındırdı. Hazırda Azərbaycanda və İsraildə olan azərbaycanlı yəhudilər dəliyə dönüblər. Əgər hətta mənim üçün fərq etmir, şəhid də olsa bunu mənə və xalqıma büt kimi sırayıb hər yəhudi bir səhv edəndə etiraz etməməyim üçün gözümə soxacaqsansa, mən o bütü dağıdacam. Bəli, ölkənin sərvətini talayıb, əskərlərimizi isə öldürtdürüb orqanlarını İsrailə aparanların Azərbaycandakı bütü məhz Albert Agaronov idi və o büt dağıldı.